Axır ki videolarımı çəkmək üçün özümə sakit bir yer tapa bildim. Biraz dağınıq bir yerdə, amma bizə əsasında lazımdır videolar. İstəyirəm sizə hər gün reallığını biraz da artıran süni intellektlə hazırlanan videolar barəsində danışım. Elə videolar var ki, həqiqətən yəni mən sırf o Sora'nın logosu o videoda göründüyü üçün, yəni mən onunla tuturam ki, hə bu süni intellektlə hazırlanmış bir videoymuş. Və yaxud da ki, əksəriyyətində ümumiyyətlə bir 60%, 70% videoda, yəni ilk baxışda, ilk 2-3 saniyədə, yəni tam dəqiq təbii ki, tuta bilmirəm ki, yəni bu süni intellektlə hazırlanan videodur, yoxsa real bir videodur. Bu videolardan bəzilərini videonun sonuna da qoyacağam, yəni mütləq izləyərsiniz və tam olaraq nə demək istədiyimi anlayarsınız. Bir də ki, Qroq da bu məsələyə bir dənə əl atdı. Ən mükəmməli budur ki, yəni siz bunu pulsuz versiyasında eləyirsiniz və limit də yəni deyəsən qoymayıbdır. Yəni bəlkə də limiti var, amma mən bir gün ərzində hardasa 10-15 video yəni düzəltmişəm, heç bir limit falan gəlməyibdir. Biraz araşdırma da elədim. Deyəsən gün ərzində 20-yə qədər video düzəltmək olar ki, yəni bunun özü çox mükəmməl bir şeydir. Yəni, mən hələ yəni belə jest görməmişdim heç bir süni intellekt alətindən. Mən sizlə sağollaşım, siz də süni intellektlə hazırlanan bəzi videolara baxın, hansı ki, həmin videolar bizim bugünkü videomuzun məğzi idi. Welcome to Surrey! Got it. Up. Cover middle. I'm on it. Set. Go. Ah, close. Nice swing.